Nağıllar aləminə xoş gəlmisiniz. Deməli, bu gördüyünüz möhtəşəmlik Novxanının başlanğıcı və Masazırın qutaracağı. Duz gölünün düz yanında, panoraması da Duz gölündə. Siz axıracan izləyin. İçərisinə daxil olan kimi nağıllar aləmini sübut edəcəm sizə. 12 sotun içindədir. Halbuki muzey satılır, muzey. Ev değil, bağ evi değil, muzey də elə bir. Mən sizə izah edeyim, siz də diqqətlə qulaq asın. Deməli, birinci mərtəbədə zal, ikinci mərtəbədə yataq otaqlardır. Bu mətbəxi, qapının girəcəyinə baxın, zamokla elə belə girirlər. Mətbəxi çox gözəl mətbəx. Bu nədir? Wow! Stol. Ne gözəl yaradıblar, stollar, hər bir şeyi qədimi. Sanuzilə girəndə, daxil olanda görün nə uyuta var burada. Çox gözəldir. Deməli, qalxaq ikinci yuxarı, ikinci mərtəbəyə. Bu evi heç satarlar deyərlər bunu. Burada da əziyyət çəkib bu evdə. Yəni bu evi mən ev yatır əvəzinə olsaydım qətiyyən satmazdım. Düzdür, hər bir adama lazım olur, ona görə satılır. 350 kvadrat. Sanuzeldən düz Duzlu gölə panorama. 350 kvadrat. Gördüyünüz kimi burada hər bir şey qədimi. Panorama yataq otağından da Duzlu gölə. 350 kvadrat açıldı və spalni. Bax, bu stildə. Bura bağlıdır. Keçək mansardı göstərim sizə. 2 dənə eyni villadır. 12 sotun içində. 12 sotun içində. Tam Kupçalı. Tam Kupçalı vəziyyətdə. Qiymətləri yazacağım sonda. Aşağıda yazacağım. Keçək ikinci villaya. Bağ hissəsidir, axıran otağı. Təkrar edirəm, istəyən olsa buranı biz ortadan böləcəyik. İki villanın arasından zabor hövləcək, ayrı-ayrı tək-tək də sata bilərik. Eyni zirvəli villalarda. Burada da manqaretxanasıdır, arxada yerləri var, 2 metrelik. Sağ tərəfdə isə yenə də təkrar bu bağa aid darvaza və axıran otağı eyni qaydada bağından bir yerdə. İkinci villadır. İkinci bağ evi. Dəhşətdir də, dəhşətə gəlirəm. Mən birinci dəfədir bunun möhtəşəmliyindən, gözəlliyindən, arxitekturasından mən izah edə bilmirəm villanı. Neçə otaqdır, nədir, nə var, nə yox. Yavaş-yavaş təkrar edeyim, siz də qulaq asın. Hər bir villa 350 kvadrat, 5 otaq, tam Kupçalı, Kupçalar ayrıdır. Masazırın qutaracağı və Novxanın başlanğıcı. Duz gölü ilə üzbəüz. Bunu özün üçün sırf əziyyət çəkib, zövqlə retro stilində yaradıb. Hamam tuvaletdən olan panorama ləzzət edir Duz gölünə. Keçək mansardına baxaq. Bu da mansard, ikinci villanın, bağ evinin mansardı. Burada da bir balaca bir kombin var. İstilik burada gəlir. Əlbəttə əlavə kombi də var. Super bir şey. Wow. Oh. Bu da şəxsən Çinqan Çunqundur.